Əgər bir qadın harasa ayağı sürüşmək istəyirsə, Sürüşəcək. o sürüşəcək. Bəli. İstəyir müğənni olur, istəyir Bəli, aktrisa olur, istəyir düz. evdə oturub bozbaş belə pişirdiyi Tolik yerdə bizdən yaxşı gedib bilir işini hər görəcək. şeyi. Ona görə də müğənnilərə Bizdən burada yaxşı daş bilir. atmasınlar. Ya. Sənət adamlarına daş atmasınlar ki, ay mən flankesi almaram. Valla dərindən yoxlasan, o müğənnilərin, o sənət adamların həyatı baxırsan ki, bir efirdən çıxır o bursa efirə. O efirdən çıxır şov proqramı, o şov proqramı. Gözünüzün qabağındadır. Hə. Vallahi heç Ay, bəzən sağ ol, göz öz şəxsi qabağında. həyatına belə vaxtı yoxdur. Bəli, düzdür. Vaxtı yoxdur, həqiqətən deyirəm. Bəzən başımızı qaşımağa belə Amma vaxtı cəmiyyət olmur. də bilirsən bu neyini? Cəmiyyət deyir ki, biz yorulduq sizin evinizdə olan problemləri hər efirdə işitməyə. Mənim nə bilim nə, biz deyir hardan aparıcıları qınayırlar. Mən o deyir, mən and içməyi sevmirəm, ama biz hardan bilirik? Özləri danışırlar, özləri evindəki problemdən. Ay nə bilim pandemiyada maşınımı satdım. Ay nə bilim getdim 250 minə maşın aldım. Nəyimizə lazımdır bizim sizin maşınımız, ay balam? Bəli. Sənət Əslində- yoxdursa milyonluq maşında gəz. Nə edirəm səni mən? Əslində tam Səhv razıyam, deyirəm. yox düz deyirsən. Amma bu kimi problemlər adi insanlarda da var.